qadın niyə günahkar sayılsın? Şəfiqə, dünya dəyişir. Bəlkə də biz o dəyişikliklərin başlanğıcıyıq. Ben Şəfiqə Əfəndizadə, Şərqin ilk Azərbaycan dili müəllimi olaraq bu işə doğru yürüdüm. Mənim müəllimim Hənifə Məlikova öyrətdi ki, bir oğlanı tərbiyə etsən, yalnız bir insanı tərbiyə etmiş olarsan. Bir qızı tərbiyə etsən, bir milləti, bir ailəni tərbiyə etmiş olarsan. Mən Milli Aviasiya Akademiyasına qəbul oldum. Bu möhtəşəmdir Leyla, mən sənə inanırdım. Amma Bəhram bil ki, sənin dəstəyin olmasaydı mən bu qədər irəli gedə bilməzdim. Mən bugünün Leylası, gələcəyin hökuməsiyəm. Balaş bugündə bu vaxtda necə gəlib çıxmayın. İhtimal edilir hanım, siz Balaş'ın arvad olduğunu bilmemiş değilsiniz. Artıq al, bu mənə gərək deyil. İndi isə gedirəm. Bir gün qayıdaram, onda danışarım. Sənə yalvarıram. Məni öldür, amma rədd etmə. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Sizin kimi qadınların mənim həyatımda həmişə təsir olur. Mən heç vaxt sizi unutmayacağım. Bilirsən nə? Allah bu manatlıqları, beşlikləri canının xeyir işinə qalsın. Kitab oxu, kitab. Ya Naxçıvanlıdır, ya da ki Qədəmir. Ya da ki Gözdoğuyev, Şəkil. Evlənmək mənim planımda yoxdur. Nə? Plan? Evlənmək də planla olur. Mən adımı Nərgiz qoymaram onu tapıb geri qaytarmasam. Yuxarıdan gəlir. Kolxozdan gəlib, oğlunu axtarır. Nə? Bu ayatonla. Qalxosu da deputat kimi danışır. İşə bir bax ha. Əli baba oğludur. Yarıyır, yaranır.